Hamiləlik başlı başına möcüzədir. Bu dövrdə qadın orqanizmində bir-birindən maraqlı hadisələr baş verir və bu hadisələrdən biri də dad hissiyatının dəyişməsidir. Belə ki, hamilə qadının ilk 3 ayda, hamiləliyinin ilk 3 ayında acı dadına qarşı hissiyatı güclənir. Yəni o normal bir insana nəzərən daha güclü şəkildə acı duyğusunu hiss eləyir. Məhz bunun uşağı qoruma mexanizmlərindən biri olduğu düşünülür. Belə ki, hamiləliyin ilk 3 ayı çox kritik bir dövrdür. Bu vaxt ərzində bir çox həyati vacib orqanın funksiyası, daha doğrusu təməli qoyulur. Və ilk 3 ayda keçirilmiş müəyyən infeksiyalar, qida zəhərlənmələri ana bətnində olan uşaqda geri dönməz problemlərə və həmçinin də orqanların tam olaraq inkişaf etməməsinə gətirib çıxara bilər. Məhz buna görə də ilk 3 ayda acı dadına qarşı olan həssaslıq qadının qidalanma zamanı daha seçici olmasına, ona daha çox fayda verən məhsulları, daha çox zövq aldığı məhsulları